Salam, hər vaxtınız xeyir. Deməli, hər gün zəng edirlər ki, bəs qardaş, manqan deyirlər, qardaş 3 kiloqram sulfat deyirlər, nə bilim, sink deyirlər, nə bilim, bor deyirlər və s. və ilaxır. Neyniyək? Verək ya verməyək? Birincisi, qardaş, mən nə vermək lazımdır demişim. İkincisi, bu tövsiyələri verənlərə deyin ki, bəs keçən il hardaydın? 3-5 il bundan qabaq hardaydın? Bir ilin içində nə yedin ki, bu qədər ağırlaşdın? Yoxsa tez bazarında təhsil aldın ki, bu qədər ağırlandın. Bitkinin ehtiyacı bir ilin içində nə qədər dəyişdi ki, yeni hoqqa çıxartdınız ortaya. Bu bitki 10 ildir istəyin nədir? Deyirəm, paylaşıram, bölüşürəm sizlə. Yəni, hər il bir şey tövsiyə eləmirəm ki, sizə. Bu bitkinin ehtiyacı hər il dəyişə bilməz ki. Bazara görə paylaşmıram. Bitkiyə görə, bitkinin ehtiyacına görə paylaşıram. Bitkinin payızlıq ehtiyacı nədir? Fosfor. Nə qədər? Bu qədər. Daha yarpaqdan 2-3 kiloqram map nədir? Elə bir susuz adamın dodaqların pambıqla isladır. Özünüzü külünc vəziyyətindən niyə qoyursunuz? Tərkibində ammonium olan hər hansı bir gübrəni yarpaqdan tətbiq etmək bir axmaqlıqdır. 3-5 kiloqram isə ikinci bir axmaqlıqdır. Map monoammonium fosfatdır. Bunu yarpaqdan qətiyyən tətbiq etmək olmaz. Bu birbaşa herbisitdir və ən böyük stres səbəbidir. Sonra da başlayırsınız ki, verirsiniz mapı yarpaqdan, bitki düşür stresə, başlayırsınız ki, ay nə bilim, şirə bastı, qətran bastı, xəstəlik bastı, qara bastı, ağ bastı, o bastı, bu bastı. Ay, yəni niyə bu qədər bitkiləri stresə soxursunuz? Yəni, burada nə var ki, fermeri düşünürsənsə, şəxslərə takılmadan, yəni Zaur dedi bunu, ya başqası dedi, ya, yəni buna takılmadan mövzuya takıl. Bir gün əhəmiyyətsiz, zərərli bir paylaşım paylaşırsınız, mən avtomatik münasibət bildirirəm. Yəni, mövzuya münasibət bildirirəm, şəxsə münasibət yox. Sabah bir də görürsən ki, yaxşı bir faydalı, elmi bir paylaşım edirsiniz. Onu da paylaşıram, əhsən də deyirəm. Yəni, mənim üstümə o şey demişkə, zərim tökülmür ki, yəni mən sizin paylaşım oldu, ya İvanın paylaşım oldu. Faydalıdırsa paylaşıram. Yəni, faydalı olmaq, elə elmi yanaşmaq bu deyilmi? Yəni, amafos vermək lazımdır, deyirəm. Femen bakteriya vermək lazımdır, deyirəm. Və s. və ilaxır. Buna cüzi dəyişiklik elib, güya ki, yeni bir fikir qoyursunuz ortaya. Ay, ağıllı, sən o qədər elmdən uzaqsan ki, mapı yarpaqdan tövsiyə edirsən. Olduğu kimi dediyimi paylaşırsan, dünya dağlar. Mən sizin ağıllı paylaşımlarınıza əhsən deyə bilirəm, paylaşa bilirəm. Sən hansı akademik statustasan ki, mənim paylaşımımı paylaşmayasan. Kişi sən akademik səviyyən ancaq bazarda ola bilər. Hər kəsdən xahiş edirəm. Mənə zəng eləyib, kimsə deməsin ki, onu deyirlər, bunu deyirlər, onu verəkmi, bunu verəkmi. Kim nə istəyir, onu versin. Mən onu ver, bunu ver deyən demirəm sizə. Mən yəni, ən azı onlarla paylaşımla izah edirəm ki, onu niyə vermək lazımdır, bunu niyə vermək lazımdır. Daha argumentsiz, əsaslandırmasız hansısa tövsiyə verməmişəm kiməsə. Hələ bu günə qədər kiməsə tövsiyə verməmişəm. Yəni, kimsə deyirsə, map ver, sink ver, manqan ver, dəmir ver. Mənə zəng etməyin, verin. Onsuz da mənə paylaşımımdır. Sadəcə Allah təkəbbür əhlinin axmaqlığını ortaya qoymalıdır. Güya nəsə dəyişiklik eləyib, fərqli bir tövsiyə qoyurlar ortaya, da başa düş. Onda da mapı əlavə edirlər. Yəni, mənim tövsiyəmin üstünə mapı əlavə. Ay ağıllı, hansı ədəbiyyatda mapı yarpaqdan tövsiyə edirlər? Hansı elmi yanaşmadır? Hansı ağıllı yarpaqdan herbisit tövsiyə eləyər, özdə payız vaxtı bitkinin ən çox belə qışa hazırlaşan bir vaxtında ən çox qidaya, ağıllı bir qidaya, ağıllı bir yanaşmaya ehtiyacı olan vaxtı gətirib yarpaqdan herbisiti tətbiq eləyəsən ağıllı. Qardaşlar, mən sizə bunu bugün tövsiyə etmirəm. 10 ildən çoxdur ki, tövsiyə edirəm. Çünki bitki hər il fərqli qidalanmır. Hər ilin əlimizdə, yəni hər il əlimizdə qalanları sizə sırmaq bağ tövsiyəsi deyil. Bağın ehtiyacı nədirsə, o da dəyişmir. Hər il payızda, yəni belə deyək də, yəni hər il payızda kökdən fosfordur, yarpaqdan femendir, qışda bordo dərmanlamasıdır. Yəni hazır bordo yox, hazırlanmış özünüzün hazırladığınız bordo və yaxud mis-sulfat, yazda bor, sink, kalsi və s. özünüzdən, yəni demək istədiyim, bunların hamısının da
Hər birinin detallı izahı var. Niyə, nə üçün bunu bu vaxtı verirsiniz və s. Özünüzdən hoqqa çıxartmayın demirəm. Nə istəyirsiniz eləyin. Amma fermerlərdən xahiş edirəm, mənə kimsə zəng eləyib, kiminsə tövsiyəsini təyid etdirməsin. Yəni hər kəs özünə görə bir ağıl sahibidir, bir paylaşım eləyir. Sadəcə sizin vəzifəniz odur ki, qardaş, bu paylaşım eləyir, sən deməyinlə deyil də, yəni bunu bir əsaslandır, görək niyə maf verək, niyə bor verək, niyə sink verək, niyə manqan verək, səbəblərini də bir əsaslandırsın da nağıl danışmasın. Əsaslandırsın, bir çıxsın efirə, desin ki, cəmaat, boru verirsiniz buna görə, sinki verirsiniz buna görə, bu şəkildə, mən razıyam. Onda heç mən də əhsən deyəcəm. Yəni heç bir, yəni əlindəki dükandakı malı dağıtmaq aqronomluq deyil axı. Yəni dükanda bir malı dağıtmaq aqronomluq sayıla bilməz ki. Yəni aqronomluq üçün normal nəticə olmalıdır ortada. Yəni heç nə verməsəniz də dəfələrlə izah eləmişəm ki, heç nə verməsəniz də bağın bir məhsul vermək potensialı var da. Yəni bağ bir şəkildə məhsul verməlidir, nəslini davam edir. Yəni bunu şücaət qəbul eləməyək də. Yəni torpağın da özünün potensialı var. Torpaq da yaxşı bir şəkildə, yəni minerallı torpaqlarda heç nə verməsəniz belə ağac torpağı istismar edib normal bir məhsul verəcək, belə deyim. Amma o da yanaşma deyil də, yəni. Nəysə, uzun sözün qısası. Mənə kimsə zəng edib, kiminsə tövsiyəsini təyid etdirməsin. Qısa, konkret. Bezdim mən bir həftədə, yəni ancaq zəng edirlər, ay filan şey deyirlər, verək, filan şey deyirlər, verir. Hala verirsiniz, verin, vermirsiniz, verməyir də. Mən siz üçün burada nəyəm, mən ekspert zat deyiləm ki, mən burada konkret.